Salam, axşamınız xeyir olsun, hörmətli izləyicilər. Saray qəsəbəsindədir bu ev. Hal-hazırda besetkadan başlamışam çəkməyə. 2 mərtəbəli evdir. 140 min manata. Yəni bax bu ev. Evə bir dənə zəhmət olmasa baxaq. 2 mərtəbəli evdir, şəxsi özlərinə tikilmiş evdir. Çox yüksək keyfiyyətlə tikilib, həm də yarlı yaraşıqlı evdir. Həqiqətən zövqlə tikilib. Bax bayaqdan burada stolda oturmuşuq, çay içdik, söhbət elədik. Mehli yerdir, hava oynayan yerdir, quru yerdir. Ağacın qırağında da bax belə səliqəli, dekorativli güllər əkiblər. Burada yay mətbəxi var. Düşür yay mətbəxi. Hava yay mətbəxidir. Bax belə. Sonra zəhmət olmasa bir də göstərən. Demək həyətdə 2 dənə trap var. Əlavə bir dənə də burada besetkaya belə bir trap qoyublar. Zəhmət olmasa yaxınlaşın besetkanın içinə. Buradan da evin bir qırağını göstərir. Bax bir xeyli yer evin bu tərəfindədir. Evin arxasında da ara məsafəsi var. İnşallah gələndə onu görəcəksiniz. Buranı istəsiniz yay mətbəxi də eləyərsiniz. Cam balkonla yığdıra da bilərsiniz. Nəsə istəsə hər şərait var burada. 3 sotun içərisində 2 mərtəbəli ev, 140 min manata paket kupçalı evdir. Evin də kupçası var, torpağın da. Qaz, su, işıq sayğacları var, kanalizasiya mərkəzi xəttə qoşulmuş kanalizasiyadır. Ev də bax bu evdir. Qiymətində əminlə gəlib oturub endirim elətdirəcək. Yəni danışıb yaxşı endirim eləyəcək. Hə, darvazanın giriş üstünə baxın, üstündə kazokuna qədər var. Bax, yəni əmin onu deyir ki, sizə göstərim. Yəni özlərinin öz əllərinin zəhməti ilə tikilmiş evdir. Yəni qiymətindən narahat olmayın qəti. Mütləq gəlin bu evə baxın. Bu evlər az düşür, ayda bir dəfə, 2 aydan bir düşür. İndi hələ evin içinə baxın. Zəhmət saxlayaq evin içinə baxın. Hörmətli izləyicilər, bu da evimizin girəcək qapısıdır. Gördüyünüz qapıdan girdik içəri. Burada qəşəng paltar asmasının şkafları var. Güzgülü şkafdır, yuxarısı da var. Deməli, koridor kermogranitdir. Bir də mətbəx kermogranit istifoldur. Qalan otaqlar radiatordur, düzdür? Hə, burada birbaşa gələn mətbəxə. Görün nə qəşəng səliqəli evdir. Həqiqətən çox səliqə səhmanla təmir olunmuşdur. Təptəzə mətbəx mebeldir, mərmərinə qədər hazırdır. Pəncərələr görürsünüz, çox pəncərələr. Bu daimi bu forçkalar açıq olduğuna görə evdə qəşəng hava, sərin hava var. Bunları inşallah gələndə yerində görəcəksiniz. Mətbəxi göstərdim, hələ zala baxın, qonaq otağına. Bu da qonaq otağıdır, yəni zalıdır. Bunlarda radiatordur, düzdür? Yox, buralarda da. Aşağı mərtəbə. Hə, aşağı mərtəbə hamısı boydan boya istifoldur. Ona görə yeri bütün beton monolitdir. Bu da qonaq otağıdır. Yəni zallarıdır. Sonra buradan qonaq otağından başqa burada bir dənə də yataq otağı var. Baxın. Bunlar birinci mərtəbəyə aşağıya aiddir. Bax bu da belə. Bax bu birinci mərtəbədə olan evlər. Demək qonaq otağından başqa əlavə bir yataq otağı da var. 5 otaqlı evdir. Belə otaqlar az olur. Bilirsiniz də aşağıdan ancaq qonaq otağı olur. Sonra burada hamam tualetdir. Hamam tualetə baxın. Bura hamam tualetdir. Buradakı bax. Buranı göstərir, bu qapıda. Çöldən qaracın qapısıdır. Maşını saxlayandan sonra gəlib giririk bura, bax. Bu qapı küçüyə açılan qapıdır. Maşın buradan girdi, görürsünüz, kombi, bütün minutkalar buradadır. Buranı da bir dənə göstərək. Bax, belə balon bankə yıxmaq üçün xüsusi rəflər düzəldiblər. Bax, belə. Deməli, bunlar hamısı aşağı, birinci mərtəbəyə aid olan otaqlar. Bunları sizə göstərdim. İndi yuxarı baxaq. Hörmətli izləyicilər, indi qalxırıq həmən evin 2-ci mərtəbəsinə. Bax, pilləkənlər abisovkadan yığılmış pilləkənlərdir, məhəccəri də yaxşıdır. Buradan gəldik, açdıq, sonra əlavə bir dənə də setka var. Onu da açdıq, daxil olduq evimizin 2-ci mərtəbəsinə. Yenə də burada belə bir koridordur. Burada bir yataq otağıdır. Görün nə boyda koridor var. Yataq otağına baxın. Ümumilikdə 5 otaqlı evdir. 5 otaqlı ev 140 min manata Saray qəsəbəsindədir. Burada radiatordur, 80 radiatorlar. Bura yəqin zaldır. Görürsünüz yuxarıda da. Bax, həmən aşağıdakı zalın üstündədir, düzdür? İşıqları yanır buranın. Yox, hə, gizli işlər. Bax, belə. Hə, bax, belə. Bu qonaq otaqdır, 2-ci mərtəbəyə aid olan. Sonra davam eləyək. Oranı göstərdik. Sonra bu 2-ci mərtəbənin mətbəxin üstüdür. Görürsünüz, burada da əlavə bir mətbəx var. 2 dənə mətbəxi var. Aşağıda da var, yuxarıda da var. Çox əlverişli evdir. Həqiqətən elə belə adamın işinə, gücünə yarayan bir evdir. Bu hamam tualetdir. Bura nədir? Burada bir yataq otağıdır. Hə, qarajın üstüdür bura. Burada bir yataq otağı. Yəni belə evlər sarayda görəcəksiniz, az-az çıxacaq satışa. Bu adamın hər tərəfli əlinə, ayağına lazım olan evdir. Yəni bizim dədə-baba evlərimiz kimi bütün işimizə yarayan evdir. Çünki hər şərait var. Hamam var, aşağıda var, yuxarıda var, hamam var, tualet var, yuxarıda da var. Yəni hər tərəfli evdir. 140 min manatadır. Qiymətindən narahat olmayın. Gəlin əminlə danışın, qiymətini yaxşı endirim eləsin, bu evi götürün. Sağ olun.